Deyirlər ki, efirə belə giyinirsən, amma həyatda tamam başqa tərzin var. Yox, elə həyatda da bilirlər ki, mən belə geyinirəm. Hətta mənim 10 il bundan öncəki şəkillərim var ki, yəni göstərə də bilərəm ki, mən daima belə geyinirəm. Məni tanıyanlar bilir. Tapmışıq be. Bəli, bu mənim 10 il öncə olan şəkillərimdir. Aha. Bəzi tamaşaçılar elə düşünür ki, mən efir üçün belə geyinirəm. Amma baxın, yəni bu mənim 10 il öncəki şəkil, uşaqlıqdan belə geyinirəm. Tərzim belədir. Bəs deyilənə görə estetik əməliyyat etdirmisən. Biz də o dedikoducu insanlar oluruq. Amma gizlədirsən. Nə estetik əməliyyat elədirsən? Heç bir şey eləməmişəm. Aha. Heç bir şey. Yəni üzündə estetik yoxdur. Heç yəni bir estetik. Mənim əslində burnuma kompleksim var. Burnuma kompleksim var. Əməliyyat eləsəm onu eləyərəm, amma onu da eləmirəm. Qorxuram əməliyyatdan. Nə dodağımda, nə üzümdə heç yerdə estetik yoxdur. Manat müəllim elə baxır ki, indiki zamanda belə mümkün. Həm də olunan şey bilinir axı bizim gözümüzdən, yəni o danışa mən baxaram. Yəni olunan şey nə qədər olur olsun, bir damcı da olsa bilinir. Amma yoxdur. Həm də ki, kişinin qızı 10 il bundan qabaq şəkil göstərir də, həmən şeydir. Aha, vallahi nə deyim.